Atam mənə miras ev verib. 2 il olar, indi boşanma ərəfəsində. Yəni 2 il olar ki, miras ev verib. İndi deyir boşanma ərəfəsindəyəm. Məndən evi tələb edirlər. Yəni böyük ehtimal ki, xanımı evi tələb edir. Yəni belə olan halda, yəni xanım boşanmada evi tələb edə bilərmi? Mirasından verilən evi. Ər yəqin ki. Bəli, ərə verilən mirasla olan evi tələb edə bilərmi? Birinci baxmaq lazımdır verib alınan nədir? Yenə təkrar edirəm. Əgər burada biz götürək bağışlamanda, yəni vəsiyyətnamə ilə keçibsə, digər tələb eləyə bilmir. Bağışlama ilə verilibsə, Ali Məhkəməndə bununla bağlı mövqe ondan ibarətdir ki, bağışlasa belə, əgər ümumi ailənin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə veribsə, bəli, ümumi ailəyə vermiş sayılır. Məsələn, məndə bir iş olmuşdu, iddiaçı özü öz əlindən yazmışdı, iddia ərizəsində yazmışdı ki, atam biz kirayədə qalmayaq, kirayələrdə sürünməyək deyə bunu bizə bağışladı ki, biz normal evdə yaşayaq. Biz. Yəni ailə. Hə, artıq ailəyə bağışlamış sayılır, şəxsə yox. Fikrinizi elə bilirəm də yəqin. Bu artıq nikahda predmet olacaq. Boşanma zamanı. Amma yox, ata bilavasitə qızı üçün bağışlayıbsa, indi onun işin hallarına uyğun bağışlama. Məsələn, zaten bunların evləri var idi, mənzilləri var idi. Ata götürüb qızına evin bağışlayıbsa, nikah ailə məcəlləsi göstərir ki, burada vəsiyyətnamədir yeri gəlmişkən. Vəsiyyətnamədirsə artıq tələb hüququ istisna olunur, çünki vəsiyyətnamə əsasında keçir, ailənin birgə təsərrüfatından formalaşmır, ümumi ailəyə verilmiş sayılmır, çünki qadın orada, necə deyim, ata ilə bağı yoxdur. Qadın vərəsə sayılmır o. Birinci növbəli vərəsələrdə kimlərdir? Daha doğrusu qaynata ilə bağı yoxdur. Hə, qaynata ilə bağı yoxdur da. Arvadın qaynata ilə bağı olmadığına görə orada birinci növbəli vərəsə artıq kişiyə görə verilmiş sayılır da, ərə görə verilmiş sayılır. O da ki, birgə təsərrüfatdan formalaşmadığına görə, bir ay bir yerdə işləyib qazanmadıqlarına görə, belə lord dildə desək də, artıq o məhkəmə predmeti ola bilməz. Məhkəmədə bölünə bilməz yəni. Bölünə bilməz.